Çox təşəkkür edirəm. Artıq 3 gündür ki, qardaş Türkmenistanda Azərbaycan Mədəniyyət Günləri keçirilir və bugün o son gününü başa vurdu. 3 gün belə deyək, Azərbaycan və həm Türkmenistanda mədəniyyət şöləni, musiqi şöləni həyata keçirildi. Qardaş xalqlarımız arasında bu kimi tədbirlər, mədəniyyət tədbirləri onları daha da yaxınlaşdırır, daha da birləşdirir. Bir-birimizin mədəniyyətini daha da yaxından tanımaq üçün böyük bir fürsətdir. Bizim böyük mədəniyyətimiz var. Türkmenistan və Azərbaycan Türk dünyasının bir parçasıdır. Azərbaycan və Türkmenistan həm etnik, həm dil, həm də deməli mədəniyyət baxımından bir-birinə qardaş ölkələrdir. Yaşasın bizim qardaşlarımız, bizim dostluğumuz, yaşasın Türkmenistan, Azərbaycan xalqları. Həmişəki kimi daimi bizim qardaşlarımız və dostluğumuz əbədi olaraq, danılmaz olaraq olsun və hər bir kəsə təşəkkürümüzü bildiririk. İnşallah gələn görüşlərə də. Çox təşəkkür ederim. Türkmenistanın altın əsr bəşirinin yenicisi olduğum üçün özümü həm də Türkmen qızı hesab edə bilərəm. Və çox şadam, çox məmnunam. Hər birinizə təşəkkürümü bildirirəm, sevgilərimi bildirirəm. Yaşasın Azərbaycan, Türkmenistan dostluq münasibətləri. Daim zirvədə olaq, var olaq, Türk dünyamıza eşq olsun. Hoşlayın, kuşlu bir kazanaydı,